Olimpiyalar dizə bir dünya çempionatından 2 dənə qızılı gətirmişəm də. Bax, o dünya çempionatı absolut sayılır da. Absolut open açıq çəki. Öz çəkimi uduram, 70 kiloda oluram dünya çempionu. Və bir gün sonra yatıb dururam, bütün çəkilər yoxdur. Neçə çəkilər var? Bütün çəkilər. Məsələn, siz 100 kilosunuz, məsələn, siz 120 kilo, siz 60 kilo, qardaş 70 kilo, siz 70. Onların bütün çəkilərin olan dünya çempionu. Və onu udandan sonra karatedə o çəkini 2008-də udmuşam. Bu gün neçənci ildir? 17 il o çəkini bağlayıblar. O çəkidə yarış gedir. Pajizini çekiyor. İndi gülməlidir. Onu bağlayıblar. Çünki 2007-də onun Avropasını utdum. Həm çəkimi, həm absolutu. Boyum da 1.67. Boyumuz balaca olsa da ürəyimiz böyüdür. Yəni bu günləri tərif getmir də, başa düşürsən? Yəni idmanda olanları deyirəm. Məsələn, Rövşən qardaşdan danışıram. O deməkdir ki, mən həmişə demirəm. Yəni faktları deyirəm.